Əziz xanımlar, əgər hamiləlik planlayırsınızsa, sizə bir tövsiyəm var. Son zamanlar bilirsiniz ki, qızılca, süd çayı kimi durumlar çox yayılmışdır. Biz bu xəstəlikləri çevrəmizdəki uşaqlardan və yaxud da ki, sosial mühitdən hər kəsdən ala bilərik. Ona görə əgər hamiləlik planlayırıqsa, biz əmin olmalıyıq ki, biz bu xəstəliyə qarşı vaksinlıyıq, yoxsa yox. Biz bu xəstəlikləri keçirmişik, yoxsa yox. Əgər biz bu xəstəliyi keçirmişiksə, demək ki, bizim bu xəstəliyə qarşı bir bağışıqlığımız var. Yəni, vaksin etməmizə gərək yoxdur. Əgər keçirməmişiksə, mütləq ginekoloqunuza müraciət edirsiniz və bu xəstəliyə qarşı vaksininizi, yəni bağışıqlığınızın olub-olmadığını öyrənirsiniz. Var isə bir şey yapmırsınız. Əgər bağışıqlığınız yoxdursa, hamiləliyi planlamadan öncə mütləq şəkildə qızılca və su çiçəyinə qarşı vaksin olunursunuz ki, hamiləlik sırasında yayılan bu xəstəliklərdən qorxmadan hamiləliyinizi rahatlıqla başa vurub sağlıqlı bir övlad dünyaya gətirəsiniz.